Kiber təhlükəsizlik mütəxəssisləri Android cihazlarını hədəf alan və təhlükəli imkanlara sahib yeni Trajan proqramı Sturnus haqqında xəbərdarlıq ediblər. Bu zərərli proqram Androidin rəsmi funksiyalarından biri olan əlçatanlıq imkanlarını sui-istifadə edərək smartfon üzərində tam nəzarət əldə edir və hətta şifrələnmiş mesajlara belə giriş imkanı yaradır. Lentaz bu barədə xarici mediaya istinadən məlumat yayıb. Məlumata görə Trajan naməlum mənbələrdən yüklənən APK faylları vasitəsilə yayılır. Cihaza quraşdırıldıqdan sonra Sturnus faktiki olaraq casusa çevrilir. Smartfonun interfeysini real vaxtda izləyir. WhatsApp, Telegram, Signal kimi messengerlərdə hətta şifrlənmiş mesajları oxuya bilir. Düymə basılmalarını qeydə alır və parolları birbaşa daxil edilərkən oğurlayır. Bank tətbiqlərinin üzərinə saxta giriş ekranları yerləşdirərək istifadəçiləri aldadır. Sturnus özünü Android yenilənməsi və ya Chrome kimi məşhur sistem proqramlarının versiyası kimi göstərərək istifadəyə icazə istəyir. Bu üsulla həmin Trajan cihazda gizli şəkildə administrator hüquqları əldə edə bilir. Zərərli proqram həmçinin cihazın kilidinin açılması cəhdlərini izləyir, parolları qeydə alır və bununla da onun ADB vasitəsilə belə silinməsinin qarşısını almaq üçün kiber cinayətkarlara tam nəzarət imkanı yaradır. Bildirilir ki, hazırki bu hücumlar böyük miqyaslı qlobal kampaniyadan əvvəl sınaq məqsədi ilə həyata keçirilə bilər. Mütəxəssislər xəbərdarlıq edir. Əsas təhlükəsizlik tədbiri şübhəli mənbələrdən proqram quraşdırmamaqdır. Google Play-də isə yoluxmuş proqram tapılmayıb. Aktiv Google Play Protect sistemi olan cihazlar Sturnusdan qorunur. Naməlum mənbələrdən yükləmə etməyin. Google Play Protect-i deaktiv etməyin. Əlçatanlıq icazələrini etibarlı tətbiqlərə verin. Smartfon yeniləmələrini rəsmi mənbədən quraşdırın. Bank tətbiqlərində şübhəli giriş pəncərələrə diqqət edin.